Herkese salam. Bugün xarici təhsil şənbəsinin ikinci buraxışı ilə qarşınızdayıq. Bugünkü mövzumuz Almaniya təhsilinə bağlı olacaq. Aldığımız bir neçə sual var. Onlarla bağlı cavablandırmağa çalışacağıq. Sadəcə ilk qısa bir məlumat verim Almaniya təhsili ilə bağlı. Almaniya təhsil bir çoxların bildiyi kimi demək olar ki, ödənişsizdir. Nəyə görə demək olar ki, ödənişsiz deyirəm? Çünki Almaniyada tələbələr sadəcə semestr contribution fee ödəməklə, yəni bu məbləğ civarı 250-500 avro semestr üzrə olmaqla təhsil ala bilirlər ki, bu Avropada demək olar ki, hər hansı bir təhsil haqqı ödəmədən təhsil ala biləcəyiniz universitetlərdir. Semestr contribution fee adətən orada vergi ödəyicisi olursa tələbə kimi və s. digər xərclərə görə alınan bir məbləğdir. Bir neçə sual almışam, sualları cavablandırmağa çalışacağıq. O suallar üzərindən də ki, infolar verəcəm sizə. Random gəlirəm. Bizim bir sualımız var. Sualda hüquqa Alman dili önəmlidir, yoxsa ingilis dilində mümkün olurmu? Belə deyim sizə, hüquq demək olar ki, Avropanın bir çox ölkəsində ödənişli təhsil tədris olunur. Almaniyada da həm pulsuz, həm də ödənişli təhsil ala bilərsiniz. Almanca şərt deyil, ingiliscə də tapa biləcəyiniz universitetlər var. İngiliscə Lefanada, sonra Fuldada, Human Rights, Law yönümlü ixtisaslarda pulsuz təhsil ala bilərsiniz. Humboldtda, Saarlandda və s. isə ödənişli olur. Hardasa 6800-6500 avrodan başlayır hüquq ixtisası. Dediyim kimi, pulsuz variant da var, ödənişli variantlarda da təhsil ala bilərsiniz. Növbəti sualımız təhsil haqqları nə qədərdən başlayır? Almaniyada 90% universitetlərdə təhsil haqqı olmur. Sadəcə bəzi regionlarda, yəni federallarda Avropa Birliyi xaricində gələn ölkə vətəndaşlarına, tələbələrə ödənişli olur. Bu təhsil haqqı 3000 avro olur. Amma demək olar ki, əksər dövlət universitetləri ödənişsiz olur. Sadəcə semestr contribution fee, yəni 300, 400, 250, 500 avro ödəməklə siz pulsuz təhsil ala bilirsiniz. Bunlara çox məşhur universitetlər də var. Misal üçün biz qeyd edə bilərik TU Berlini, TU Dortmundu, sonra qeyd edə bilərik Köln var. Yəni bir çox universitet var. Magdeburg var, Kiel var, Marburg var, TU Dresden var. Yəni bir çox universitetlər var ki, siz bu universitetlərdə pulsuz təhsil ala bilərsiniz. Növbəti sualımız bakalavrlar üçündür. 11 illik təhsillə bakalavr mümkündürmü? 11 illik təhsillə bakalavr dövlət universitetlərindən təəssüf ki, mümkün deyil. Almaniya bir çox Avropa ölkəsi kimi, məsələn, İtaliya da bura daxildir və s. 12 illik təhsil tələb edir bakalavr tələbələrindən. Bir çox həm bakalavr, həm də bakalavr valideynlərindən aldığımız sual olur ki, tələbələr 11 illik oxuyub 12-ci necə eləsinə və s. Bunun üçün bir çox variantları var. Məsəl üçün tələbə 11 il Azərbaycanda bitirəndən sonra 1 il hər hansı bir universitetdə təhsil alır, Azərbaycan və ya xarici bir universitetdə. Belə olduğu halda siz yəni universitetdə 1 il təhsilinizi tamamlayandan sonra Almaniya gedib təhsilinizi davam etdirə bilirsiniz. Düzdür, orada yenidən birinci bir kursdan başlayırsınız. Yəni bu şəkildə 12-ci illə təhsilinizi tamamlamış sayılırsınız ki, Almaniyada bakalavr oxumağa haqq qazanırsınız. 11 illik mümkündürmü? Bəli, mümkündür, amma özəl universitetlər var ki, tələbəni 11 illik təhsilə də qəbul edir. Sadəcə özəl universitetlərin təhsil haqqısı dövlət universitetinə nisbətən daha yüksək olur. Misal üçün, ən ucuz tapa biləcəyimiz endirimlə falan özəl universitetlər 6500, 6800, 7000 avro civarı olur ki, dövlət universitetləri pulsuz olan yerdə özəl universitetlər o civarda olması biraz çətin şərait yaradır, amma yəni özəl universitetlərində güclü təhsil təklifləri olur ki, onlardan da yararlanmaq olar. Növbəti sualımız, ən birinci sualımız bu idi, bir nömrə. Şərtlər nələrdir, tam olaraq nə lazımdır? Gəlin bakalavr üzrə qısa məlumat verim, master üzrə qısa məlumat verim. Bakalavr üzrə biz müraciət edən dediyim kimi 12 illik təhsil şərtli tələb olunur. Bundan sonra IELTS lazım olacaq. IELTS nə qədər lazımdır soruşsanız, adətən B2 istəyirlər B2 səviyyədə 5-5, 6-6-5, amma biz məsələ görürük ki, minimum 6 olsun, 6-5 olsun lap yaxşı. 7 ala bilsəz əladır elə bilin ki, amma çalışın ki, minimum 6-nız olsun. Gəldik master tələblərinə. Master tələbləri universitet və ixtisasa görə burada da fərqlənir, bakalavr olduğu kimi. Əsas tələblər yenə də burada eynidir. Bakalavr dərəcəniz, ortamı balınız, oxuduğunuz ixtisas, IELTS nəticəniz dediyim kimi 6, 6-5, 5-5 də okey deyən, çünki qəbul edən, 5-5-in qəbul edən, yəni ən azı bir 5-7 universitet tapa bilərsiniz. Bunlar tələb olunur əsas, yəni skelet sənəd dediyimiz, skelet tələb dediyimiz bunlar olur. Bunlardan əlavə ciyarı cimət ola bilər tələb olunsun, çünki finance yönümlü sahələrdə və yaxud bəzi kompüter sahələrində, injinirik sahələrində ciyarı, finance-da cimət tələb olunur. Bunlar
tutarlı olarsa, əgər əlinizdə müəyyən bir skorunuz varsa və IELTS GPA-nız uyğundursa, müraciət edib Almaniyadan qəbul ala bilərsiniz. Sadəcə Almaniyada əsas diqqət etməli olduğunuz məqam kredit sayınızdır. Çünki bir çox tələbədə və yaxud da ki, bir çox özü müraciət edən şəxslərdə baxır universitetin tələbinə, misal üçün 77-dir, 78-dir misal üçün müraciət edir, amma qəbul almır. Qəbul almayanda məsələn risk səbəbi gəlir ki, məsələn background-unuz uyğun deyil və s. Orada mütləq şəkildə kredit sayı önəmlidir. Misal üçün sizin economics-dən müraciət edirsiniz, economics kredit sayınız 60 olmalı, 90 olmalıdır. Bunu mütləq şəkildə transkriptinizdə saymalısınız ki, uyğunluq varmı, müraciət edə bilirəmmi, kredit sayı uyğun gəlirmi? Okay, burada da bir sual çıxır ki, narahatlıq çıxır ki, mənim tutaq ki, başımıza gələn bir şeydir ki, tələbə soruşur, neçə kredit tələb olunur? Deyir 90, tələbənin sayılıq 87, 88 və yaxud 85 kredit olur. Müraciət etməyə dəyərmi? Biz həmişə tələbələrə sonradan kəşke deməyəs deyə müraciət edin deyirik. Amma tələbənin seçimi həmişə özünün asılıdır. Tələbə var ki, 3 kredit görə müraciət eləmir, tələbə var ki, 3 kredit görə müraciət eləyir. Qəbul alanlar da olur, almayanlar olur. Bu artıq bir növ kvota sayının asılıdır. Çünki məsələn universitet müəyyən bir sayı ayırır ixtisaslara. Tələbələr müraciət sayı çox olarsa 3 kredit, 2 kredit güzəşti eləmirlər, amma bəzən isə 3-2 kreditin güzəştini eləyə bilirlər. Ona görə yəni çalışın ki, diqqətlə kredit sayını araşdırasınız və müraciətinizi vaxtında tamamlayasınız. Bir də Almaniyada araşdıracaqsınızsa və görəcəksinizsə ki, universitetlərin tələblərində 2.5 German grade yazılır. Bu demək olar ki, 90-80% universitetin tələbidir ki, hər bir universitet müraciət tələblərini requirementda 2.5 German grade tələbi qoyur. 2.5 German grade tələbi Azərbaycan ümumiyyətlə 100 balıq GPA sistemində hardasa 75-76 gəlib çıxır. Yəni demək olar ki, Alman universitetinin əksəriyyəti 75 GPA tələb edir. Bəziləri var 72 GPA, 68 ilə belə qəbul edən var, amma general əksəriyyəti 2.5 German grade tələb edir. Onu da yaddaşınızda saxlayın. Bu haqqda çox məlumat verim, çünki çox geniş məlumat və Azərbaycanda Alman universitetinə bağlı çox yanlış yayılan məlumatlar var. Almaniyada pulsuz oxumaq olmur, Almanca bilmirsənsə və s. və s. Bunlar tamamilə yanlışdır. Bizim Almaniyada oxuyan bəlkə də bir 100-lərlə tələbəmiz var, yəni 100-ün üzərində bir tələbəmiz olur. Almaniyada hər hansı bir Almanca dili bilmədən də yalnız ingiliscə siz Almaniyada pulsuz təhsil ala bilərsiniz. Ondan narahat olun. Növbəti sualımız, D xaricində full funded təqaüd varmı? Okay. Bunun bir məlumatını verim. D-də bağlı hədsiz yanlış məlumatlar var. D-də Almanca istəyir, D-də nə bilim iş təcrübəsi tələb eləyir, D-də GPA tələbi var falan. Almaniyada mümkün ola biləcək və hər kəsin bildiyi D-də təqaüdü. Hər kəsin də bir çox şey yanlış bilir D-də təqaüd haqqında məlumat verim. Birinci onu deyim ki, D-də xaricində full funded scholarshiplər olur. Universitet daxili təqaüdlər olur. Bizim dövlət proqramı təqaüdümüz var. Amma əksər proqramlar, yəni dövlət proqramı kənar, yəni D-dən kənar demək olar ki, universitet daxili və s. çox high requirement tələbləri olur. GRE kimi, yüksək GPA kimi falan. Ona görə yəni Azərbaycan çox da yayılmayıb və çox da qəbul almaq çətin olduğu üçün çox da müraciətdə olmur. D-də haqqında qısa bir məlumat verəcəm ki, D-də adətən oktyabrın, yəni ən tez bitən təqaüdlərdən biridir. Oktyabrın demək olar ki, müraciət eləyib sabitləməlisiniz müraciətinizi. Bu il noyabrın 1-i idi hətta. D-də üçün hər hansı bir GPA, hər hansı bir IELTS tələbi yoxdur. Amma nə qədər yüksək olsa o qədər yaxşıdır. Çünki D-də ciddi bir rəqabət olur. D-də birinci raundu keçəndən sonra ikinci raund intervyuya dəvət alırsınız. İntervyunuz da mütləq şəkildə uğurlu olmalıdır. Keçən il bizdə D-də qazanan 2 tələbə var idi. Bakalavr üçün blok hesabı olmadan mümkündürmü? Gəldik əsas məsələyə. Almaniya çox genişdir. Yəni hər şeylə bağlı gərək danışaq ki, ətraflı məlumat verək, təhsili, viza və proseduru və s. Almaniyada qəbul alandan sonra tələbə kimi belə bir şey deyim ki, siz vizada banka pul qoymalısınız və o bankdakı pul bloklanır. Yəni siz hər hansı bir şərtlərlə variantlar o məbləği çıxarda bilmirsiniz. Mütləq şəkildə sizin adınıza Almaniyada bir bankda hesab açılır. Buna Fintiba, Coracle və s. kimi vasitəçilərlə edirsiniz. Hesabınız Azərbaycandan kapitaldan, ABB-dən müəyyən bir bankdan misal belə edeyim, apar köçürmənizi etdikdən sonra pulu yatırsınız Almaniyadakı hesabınıza və siz ondan sonra vizaya girə bilirsiniz. Bakalavr üçün blok hesabı olmadan mümkündürmü? Siz belə deyim sizə, oxumağa gedirsə tələbə kimi bakalavr və yaxud da master fərqi yoxdur, bank akkauntu qoymalısınız. Bu mütləqdir.
Okey, buradan belə bir şey çıxır ki, bank akkauntu olmadan mümkündürmü? Mümkündür. O necədir? Bu bakalavrın master üçün keçərlidir. Bu nə zaman mümkün olur? Bu o zaman mümkün olur ki, siz Almaniyada yaşayan qəyyum tapırsınız. Bu sizin dostunuz, tanışınız, qohumunuz, hər hansı bir yaxınınız da ola bilər. Almaniyada yaşayırsa, rəsmi işləyirsə və s. indi onun öz kriteriyaları və tələbləri var. Onları qarşılayırsa, siz Almaniyada həmin şəxs sizə qəyyumdur və onda bank akkauntu, yəni bloklanan bank akkauntu qoymağınıza ehtiyac olmur. Həmin sənəddən vizaya müraciət edib təhsilinizi, yəni vizanızı alıb təhsilinizi başlaya bilirsiniz. Bu bakalavr və master üçün keçərlidir. Sadəcə bir istisna edə bilərəm ki, bəzən universitetlər tələbə üçün bu bank hesabına yardımcı olmur. Məsəl üçün yataqxana ödənişin falan, yəni bütün xərcləri əvəzinə aldığı üçün, məsəl üçün siz qəbul olanda artıq yataqxana ödənişin universitetə eləyirsiniz. Artıq hər şey universitetə ödədiyiniz üçün əvvəlcədən onlar sizə o sənədi verir ki, siz banka pul qoymayasınız. Okay. Yalnız Almanca müraciət mümkündür. IELTS-a müraciət edə bilərikmi? Bu bilirsiniz nədir uşaqlar? Bu sosial mediada və yaxud da ki, tələbələr arasında yayılmış, dediyim kimi bir yaxlarım, yanlış infonun gətirdiyi bir sualdır. Ki, Almaniyada oxumaq olmur. Nə danışırsınız? Almanca mütləqdir? Xeyr. Almanca mütləq deyil. Almanca olmasa da oxuya bilirsiniz. IELTS kifayət eləyir. Dediyim kimi, universitetdə həddindən artıq çoxdur Almaniyada. Dediyim kimi, Almancanız olmağı üstünlükdür. Həm yaşam baxımından üstünlükdür Almaniyada, həm karyera baxımından, həm daha rahat kommunikasiya baxımından və bəzən olur ki, universitetlər IELTS-dan əlavə A1, A2 Almanca tələb eləyir application zamanı. Bunlar üstünlükdür, amma heç Almancam yoxdur. Heç mi edə bilmirəm? Edə bilirsiniz, rahatlıqla edə bilərsiniz yəni. Maksimum təqaüd nə qədər verilə bilər? Okay. Bu iki sual belə göstərim belə. Demək olar eynidir. Almaniyada təqaüd deyəndə iki təqaüd ağla gəlir. D-idi və dövlət proqramı. D-idi təqaüdü, bir yaxın bu sualda var ki, D-idi təqaüdü xaricində full funded varmı? Bir haşiyə çıxım ki, D-idi təqaüdü full funded deyil. D-idi təqaüd sadəcə sizə aylıq məvacib, yəni scholarship verir. Yəni təhsil haqqını qarşılamır. Sadəcə Almaniyada təhsil haqqı bizim gözümüzə yəni görünmədiyi üçün, görmədiyimiz üçün bizə full funded gəlir. Məsələn, siz müraciət etdiyiniz universitetin təhsil haqqısı, məsəl üçün Tübingen eləmisiniz, Tübingenin təhsil haqqısı 3000 manat. Onlardan qəbul olub D-idi qazanacaqsınızsa, o təhsil haqqını ödəməlisiniz. D-idi o təhsil haqqını qarşılamır. Bunu da deyim, bilmiş olasınız. Qaldı ki, bu suala maksimum təqaüd nə qədər verilə bilir? D-idi təqaüdü 960 avro verir aylıq. Dövlət proqramında yanlış xatırlamıramsa 1500 avro verilməlidir. Əvvəlki illərdə dediyi şey dövlət proqramı eləyə bilirdik, amma son illərdə biraz çətinlik çəkirik dövlət proqramına bağlı. Çünki Alman universitetdən cavabı nisbətən yay aylarının ortalarına doğru çıxdığı üçün dövlət proqramı tələbələr çatdıra bilmir. Yəni bu infonu da verim sizə. Dövlət proqramı getdiyiniz halda, o zaman dövlət proqramı sizin təhsil haqqını qarşılayır. 10.000 avro olsa da, 8.000 avro olsa da, əsas o ki, siyahıda olsun universitet və aylıq məvacib də verir. Ümid edirəm ki, suallarınızı ətraflı cavablandıra bildim. Yenə də əlavə hər hansı bir sualınız olarsa, onu da aradan qaldırmağa hazırıq. Uğur olsun sizə.